Əziz altıncılar, hər birinizi xoş gördük. Bugün sizinlə artıq ikinci bölmənin son 4-cü fəsli və ümumiləşdirici təkrar bölməsinin iş dəftərindən işləyəcəyik. Vaxt itirmədən kanalımıza abunə olun, izahlara isə abunə olun. Dərsli izahları isə yuxarıda Cəbrayıl Əlili. Cəbrayıl Əlili kanalından baxa bilərsiniz. Deməli, şəkillərə bax, papirusun hazırlama qaydasını yaz. Gəlin belə deyək. İlk növbədə bitki, papirus bitkisi nə edir? İlk növbədə papirus bitkisi budaqları kəsilir. Görürük burada. Kəsilir. Daha sonra baxın bu iki təni yazıram. Qabıqları soyulub suda saxlanılır. 72 saat saxlanılır. Deməli, 72 saatdan sonra oxlovla nazik hala gətirilir. Daha sonra nazik parçalar çarpaz şəkildə bunu yazırıq. Bir-birinə hörülür. Ən sonda yenidən alınmış parça oxlovla yayılır və qurudulur. Bu bizim ilk tapşırığımız. Bu bölmədə tapşırığımız azdır. Təxminən eramızın 3-cü əsrindən sonra dünyada papirusdan daha az. Nəyə görə? Çünki səbəbi o idi ki, perqament hər yerdə var idi, amma papirus müəyyən yerlərdə bitirdi. Biri budur. İkincisi də perqament daha uzun ömürlü material idi, amma papirus daha uzun müddət qalmırdı. Belə deyək, burada 1 ilə, 2 ilə 4-cü cümləni yazacağıq. Deməli, keçirik növbəti dil qaydalarına. Dil qaydaları bölməsi rahatdır. Yəni, burada belə bir uzun tapşırıqlarımız yoxdur bizim. Çünki dərsimiz də az idi. Dərsimiz az olduğuna görə çalışmalarımız da az oldu və birbaşa dil qaydalarına keçdik. Üzrlü sayın. Deməli, burada müxtəlif mənalı sözləri tapacağıq. Sonra bir-bir. Gəlin bir-bir yazaq. Əliağa hansına gedir? Əliağa sözü müxtəlifə gedir. Bunu nazinlə yazaq bəlkə. Əliağa. Dost, tanış, yaxın mənalıdır. Və defislə yazılır, görürsünüz. Balaca boy müxtəlif mənalıdır. Bu dəfə biraz sərgər yazıram elə bir. Kino studiya yaxın mənalı, müxtəlif mənalıdır. Sonra görürsünüz, bir-birinə mənaların heç bir əlaqəsi yoxdur. Qohum, qardaş yaxın mənalıdır. Və defislə yazılır. Diqqətli olun.
Şimal, şərq. Bunlar əks məna olmalıdır mən bilən. Şimal, şərq. Şimal, şərq nə ola bilər? Amma şimalla cənub antonimdir. Amma şimalla şərq görək hansı var burada? Hiponimlərə gedəcək. Şimal, şərq. Şimalla cənub antonim. Qarma qarışıq tərəflərindən biri ayrılıqda işlənə bilməyəndir. Adət ənənə yaxın mənalıdır. Dil ucu müxtəlif mənalıdır. Kafe, restoran yaxın mənalıdır. Kafe, restoran yaxın mənalıdır. Amma eyni şeyin təkrarı kimi deyir bu. Kafe, restoran. Bunu yeni qayda ilə hiponimə verəcəklər. Bunu silirik buradan. Diqqətli olmaq lazımdır. Onlar bir-birinə çox yaxın deyirlər. Eyni sözün təkrarı hiponim kimi götürür onu. Yaxın mənalı sözün təkrarı kimi. Maraqlıdır. Növbəti alt üst əks mənalıdır. Üst sonra hansı qaldı burada? Gec tez var idi. Duz çörək. Oxşar məna hiponim. Duz çörək. Dil dodaq, bunun da hiponim olacaq, belə çıxır. Antonim deyil, yaxın. Dodaq. Yerdə qaldı əzi yüzük, biri də tərəflərindən biri ayrılıqda işlənə bilməyən. Sözlərin düzgün yazılışını müəyyən et. Nümunəyə uyğundur. Gəl ha gəl düzdür. Qaçaqaç səhvdir, bitişik yazılmalıdır. Gəla gəl. Qaçaqaç düzdür. Gəl ha olmalıdır, bu yanlışdır. Yəni x qoyuruq burada, x qoyuruq burada, bu düzdür. Qovaqov. Vur ha vur düzdür, amma qov ha qov olar. Vura vur x-dir, bu düzdür. Qov ha qov düzdür. Cümlələri oxu, altından xətt çəkilmiş sözlərin arasında defis qoy. Sonradan sonraya bu xəbərin uydurma olduğunu burada defis olmalıdır. Çünki defislə yazılan meymunlar ağacdan ağaca. Burada ağacdan ağaca olmayacaq. Çünki ayrı-ayrı bir söz deyil. Birdən-birə bir sözdür. Gündən günə yaxınlaşır bir sözdür. Könüldən könülə yollar görünür. Bu yox. Nədən nəyə? Amma ildən ilə bir sözdür. Keçirik birbaşa ümumiləşdirici təkrar bölməsinə. Ümumiləşdirici təkrarda da tapşırıqlarımızı sizlə bir yerdə işləyirik. Vaxt itirmirik. Ona görə necə deyərlər, artıq bu dərsdən də sonra bizim nə edir? 3-cü bölməmiz gəlir. Deməli, addım ba addım, bu nə demək? Nə deyir bu? Belə yazacağıq. Üzbəüz. Üzbəüz. Yanbayan. Bu yanbayan olacaq. Yanbayan. Qov ha qov. İsimdir. Ha a bitişdirici uşaqlar. Ha və a bitişdiricisi isim yaradır. Ba bitişdiricisi zərf yaradır. Qov ha get ha get. Qaça qaç. Qaça qaç da ola bilər. Qaça qaç. Nə olacaq? İsim olacaq. Cürbəcür. Növbənöv. Rəngbərəng. Necə? Sifət. Saat-basaat. Günbəgün. İlbə-il. İlbə-il. Bu da zərfdir də. Zərfdir. Yerlərini səhv yazdım. Nə vaxt? Asandır. Hansı mürəkkəb adların yazılışı səhv yazılıb?
Səhv yazılıb görək. Deməli, Hacı Zeynalabdin Tağıyev düz yazılıb. Seyid Əzim Şirvani düz yazılıb. Möminə Xatunda Xatun balaca yazılmalıdır. Səhv yazılıb, yəni X qoyuruq. Füzuli meydanı balaca yazılmalıdır. Şərqi Anadolu Ş böyünə yazılmalıdır. Mərmərə dənizi düz yazılıb. Kiçik Asiya kiçik böyünə yazılmalıdır. Bu da səhv yazırıq. Bunlar ən yaxşı qaralayaq hansılardır. Sonra bunlar səhv yazılıb uşaqlar. Verilmiş hissəciklərə söz əlavə etməklə et yaz. Nədir ki bu? Zolmağaza zoopark. Deməli, bu bitki yazılacaq. Zoopark. Zoopark. Əks sözləri uşaqlar defslə yazacağıq bunu. Avtovağzal bitişik yazılacaq. Web designer. Bunlar da defslə yazılacaq. Da mənim burada yazmağıma ehtiyac yoxdur. Hiponimlər. Bu yeməkdir də. Bu hiponimlərə görə yeməklərdir. Nə deyir bu? Çox maraqlı. Sıranı tamamla və hiponimlərin aid olduğu hiperonimi yaz. Xəncəl, düşbərə, makaron, ərişdə. Un. Xəmir xörəkləri. Sürücü, neftçi, bənna. Nə ola bilər burada? Sürücü, neftçi, bəndə, çilingər. Peşə. Peşələrdir. Yağış, külə, fırtına. Təbiət hadisələri. Cümlədə səhv yazılmış sözləri qarşısına düzgün yaz. Turistlər bilet almaq üçün aviakassaya. Aviakassa sözü bitişik yazılmalıdır. Və bunu bitişdirəm, özünüz bitişdirərsiniz. Bu gün klubda eks-çempion defslə yazılmalıdır. Antihumanist bitişik yazılmalıdır. Qeyri-peşəkar defslə yazılmalıdır. Bununla da ikinci bölməmiz bitdi. Növbəti izahlarda görüşərik. Hələlik.